Deməli, baxırsan ki, cavan uşaqdır. Yarı, yaraşığı, hər şeyi yerində. Amma uşağın ürəyi gedir qaydaları pozmaqdan ötürü. Qaydanı pozur, sonra gəlir belə fəxrlə danışır ki, filan yerdə filan qaydanı pozdum, belə qaydanı elə dağıtdım, elə elədim. Yəni fəxrlə danışır da. Bax bu hissin kökündə nə durur? Niyə? Azadlıq bizim fitrətimizdə var. Fitrətdə olan azadlıq insan üçün fərqli yerlərdə dayana bilir. İndi bunu biraz daha geniş bir şəkildə açaq, daha bir sadə dillə açaq. İnsanın azadlığa münasibəti və azadlığı mənimsəməsi, azadlığa sahiblənməsi fitrətdən qaynaqlanır, gəlir. Amma burada, hazırki məkanda böyüdüyü ailə, keçirdiyi uşaqlıq tərzi, yaşadığı cəmiyyət azadlığı biçimləndirir, şəkilləndirir. Formaya salır ki, necə qəbul edəcəm mən azadlığı? Yox, azadlıq necə təqdim olunur? Azadlıq necə qəbul olunur? Məsələn, davamlı olaraq təkrarlayırıq ki, travma bizim başımıza gələnlər barədə qənaətlərimizdir. Azadlığa da həmin tərifi verə bilərik. Azadlıq bizim beynimizdə nə cür şəkillənir, necə formaya düşür və bundan yola çıxaraq insanların azadlıqla münasibətləri formalaşır. Hətta azadlıqla da münasibətimiz formalaşır. Bəli, azadlığa baxış tərzimiz, azadlığa münasibətimiz. Məsələn, məşhur misallardan biridir ki, real hadisədir. Bir ailədə alkoqoldan əziyyət çəkən atanın 2 övladı böyüyür. Biri ümumiyyətlə alkoqola nifrət eləyərək, həyatını tamam başqa bir şəkildə quraraq professor səviyyəsinə yüksəlir. Biri isə alkoqol kimi dünyasını dəyişir. Bu bizim azadlığı və necə dəyərləndirməyimiz və azadlığı necə şəkilləndirməyimizdən asılıdır. Gəlin biraz daha da dərinə inək, görək ki, bu münasibətləri, bu qaydaları pozmaq məsələsini bizə nə vadar edir? Niyə onu pozanda biz zövq alırıq? Vadar edir. Uşağı böyüdən zaman uşağı qaydalarla və qaydalar çəmbəri ilə öz doğmalarımızla, tapşırıqlarımızla, öz qaydalarımızla üstünə qorxu qoyaraq da tanış eləyiriksə, buna müxtəlif münasibətlər formalaşır. Qorxaq uşaq heç vaxt divarın o tayına baxmaq istəməz. Qorxaq uşaq üçün divarın yalnız bu tərəfi var. Qaydaları pozmaq istəyən uşaq üçün isə həmişə divar, o doğmalar onun üçün qoyulan bir səddir və o səddi mümkün qədər dağıtmağa çalışır. O tərəfə keçsə nə olacaq? O tərəfə keçsəm nə olacaqdan daha çox isə mən sənə üsyan edə bilərəm, mən qaydaları poza bilərəm. Hətta qaydaları pozub nəyəsə nail olma planı da yoxdur. Məqsəd o öz üsyanını izah eləməkdir. Yəni ki, mən daha güclüyəm. Burada məsələ qarma-qarışıqlaşır. Birazcık da daha da dolaşıq bir kələf şəklində alır. Gəlin bunu daha belə dərindən baxaq. Biz uşaqlıqda, ailə daxilində böyüyəndə, ailədə valideynin iç səsi bizim daxilimizə formalaşır. Valideynin iç səsi. Məsələn, bunu necə görə bilərik? Çox vaxt müşahidə edirəm Azərbaycan ailələrində. Adətən uşaqların ata tərəfini görməyə gözlər olur. Anası qohumları ilə möhtəşəm münasibət olur. Baxırsan ki, evdə elə bir münasibət də formalaşdırılmayıb, ya deməyiblər, ata tərəfdə bibi belədir, əmi belədir. Amma bu uşaq dayılarından ötürü özünü öldürür, xalası üçün nələr eləyir. Amma müəyyən dövr böyüyür, harca yetkinlik yaşını keçəndən sonra baxıb görürsə ki, meylənmə ata tərəfə artmağa başlayır. Münasibəti özü tənzimləməyə başlayır. Yox, münasibəti özü tənzimləmədən əlavə daxilində formalaşmış iç səs var. Bu iç səs bizə uşaqlıqdan gəlir. Nə tər olur? Biz 5 yaşa qədər elə bilirik ki, ana ilə bir paradigma içindik. Ana mənəm, mən anayam. 5 yaşdan sonra qoppa başlayır. Bu göbək bağı gedir. 10 yaşda tam ayrılma baş verməlidir. Amma təəssüflər olsun ki, bizdə ailə münasibətlərində elə bir zəmin yaradılır ki, hətta 25 yaşında, 35 yaşında adamlar bir göbək bağında yaşayırlar. Onlar hələ də informasiya bağı daşıyırlar. Onlar hələ də, məsələn, ana 25 yaşda oğlu üçün gecə evə gec gələndə qorxusundan yata bilmir. Bala harda qaldı? Çünki orada o göbək bağında o 25 yaşı yox, onu 5 yaşı var. Ona qərarlar... Həm ananın problemidir, həm uşağın. Bəli, hər ikisinin. Çünki uşaq da özün güvəndə hiss eləmirdiyin o bağı saxlayıb. Uşaq istədiyi vaxt bağı kəsə bilər. Ana istədiyi vaxt bağı kəsə bilər. Və yaxud da ki, uşağa qərarları vermirlər. Deyirlər ki, məsəl üçün, sən necə bilə bilərsən kimlə ailə həyat qurmaq olar?
Dünyanı mən Sən də başa görmüşəm, düşürsən. mən. Amma bunun da altında daha ciddi səbəblər yatır. O ciddi səbəblərdən biri də uşağa güvənsizlikdir, uşağa müstəqillik verilməməkdir, uşağın dünyaya etibar etməməkdir. Baxın, xoş niyyətlər də altında yatır. Dünyanı uşağı dünyaya etibar etməmək. Hələ uşaq baş O çıxara hələ uşaqdır bilməz. təhlükələrlə. Amma o xırda ki biz uşağı əvvəl mətbəxlə tanış eləyirik, sonra qonaq otağı ilə tanış eləyirik, sonra əlindən tutub bağça ilə tanış eləyirik, məktəblə tanış eləyirik. Bu tanış olmada bir çox ailələrdə məsələ uşağı təhsillə və hədəflə tanış eləməkdir, dünya ilə tanış eləmək deyil. Ona görə də uşaqlar üçün o valideynin iç səsi formalaşır, yavaş-yavaş. Valideyn bir növ uşağın daxilinə köçür. Uşaq valideynin təkrar variantıdır. Və daha pis kölgəsidir. Solğun kölgəsidir. Yəni hamı deyir uşaq ailənin güzgüsüdür də. Bəli. Yəni bu bizim cəmiyyətdə normal qəbul olunmuş bir şeydir ki, valideyn etsə uşaq da onu təkrarlayıb gəlir. Biz bunu çox təbii qəbul edirik. Amma əslində, yəni bir danışıqlarımıza, söhbətlərimizə baxanda, əslində uşaq tam müstəqil bir fərd olmalıdır. Yəni ailəsindən tamam fərqli insana çevrilmə potensialı var uşağın. Onu indi uşaq insan özü necə tənzimləyəcək, ailəsinin kölgəsində qalmağı seçəcək, yoxsa özü o qaydaları pozaraq özünü yaratmağa cəhd eləyəcək, o insanın artıq öz seçimidir də, necə seçə bilər onu? Travmaların ekoloji və qeyri-ekoloji çözümləri var. İnsan fərqinə varanda ki, nəsə yerində deyil və elə qaydaları pozmaq özü də dəyişikliyin başlanğıcıdır. Hardasa deməli bir dəyişiklik var, bir fərqindəlik var ki, burada bir üsyan başlayır və əgər valideynin iç səsi daxildə bizə möhkəm yer tutubsa, biz o dəyişiklikdən də qorxacağıq. Uşaq müəyyən yaşa çatıb, yetkin yaşa çatıb, 16 yaş var, 17 yaş var, qəfildən qaydalar pozuldu, maşını götürdü, getdi. Ailə axtarır, uşaq polisə düşür, maşın hardasa cərimə meydançasına aparılır. Bu halda valideynin hadisəni nə qədər faciələşdirməsi o dəhşəti böyüdəcək. Həm də gələcəyə də təsir. Gələcəyə də təsir edəcək və burada vəziyyətə tamam başqa cür yöndən baxmaq lazımdır. Əgər belə bir işə addım atılıbsa, əgər yeniyetmə ya da gənc belə bir üsyana qalxıbsa, bunun səbəbi araşdırılmalıdır. Və bu bir dəyişiklik bizdə normal qəbul olunmalıdır. Valideyn tərəfindən nə qədər normal qəbul olunsa, bu məsələ o qədər sürətli yoluna düşəcək. Özü öz həllini tapacaq, valideynin reaksiyası sakit olsun. Sakit olsa. Demək, hər şey qaydasındadır. Sən bu yaşındır, sən bunu eləməlisən, belə reaksiya verməlidir. Yoxsa ki, standart həyatdır, olub da başımıza hadisədə gəlib deyib üstünə keçsin. Sadəcə olaraq orada şəxsin önəmliyi önə çəkilsə, məsəl üçün, sən bu hadisəni törətmisən, bəli, bu hadisə çox pis hadisədir, sən bizi narahatlığa boğmusan. Burada artıq uşağın və ya yeniyetmənin və gəncin üzərinə məsuliyyət qoyulmalıdır ki, burada sənin həyatın və mənim həyatım təhlükədədir və ən azından biz qanun qarşısında cavab verərik və başqalarının həyatı da təhlükəyə düşər. Uşağa o məsuliyyəti xatırlatmaq. O məsuliyyəti xatırlatmaq lazımdır. Amma ay aman, sən nə inadın, bu nə hərəkətdir, bu nə tərbiyəsizlikdir. Vurduqca o uşağa biraz da biz elə bil ki, odu tökəcək üstünə ki, gələn o elə onun qəsdi o idi ki, tərbiyəsizlik olsun orada. O elə istədiyini də aldı və sən də onun istədiyini ona verdin və burada qarşılıqlı bir anlaşma oldu və bu hadisənin ikincisi gələcək. 100% Gələcək. O daxildə olan böyük bir qurulmuş sistemin inqilabla sarsıdılmasıdır. Artıq inqilab eləyir, o artıq dəyişmək istəyir, o artıq yeni bir mənə köklənir, o yeni məndə onu boğduqca, qaydalar içərisində zəbt etdikcə, artıq onunki, məsələn, bir şəxs niyə gəlib, məsələn, evdə danışdın ki, filan qaydanı pozmuşam. Niyə bunu desin? Niyə yəni onu desin? Yəni, bəli, pozmuşsan. Adam əslində gizlədər də qaydanı pozan, normal ki, mən bunu gizlədim, heç kim bilməz. Və burada artıq deməli o qaydanı pozmanı kiməsə ifadə eləmək mühümdür. Hə, ki mən bunu eləmişəm. Bəli, bu əskərlik xatirələri kimi bir şeydir. İnsan dayanmadan əskərlik xatirələrindən danışır. Orada o var olmanı yaşayır. O var olmanı ki, o var olmanı ona icazə verməyiblər. O icazəni yaşaya bilmir, o azadlığı yaşaya bilmir, o var olmanı ortaya qoya bilmir. O var olma da artıq burada belə bir üsyandandır. Gələcəkdə isə xəstəliklərləndir, problemlərləndir, sıxıntılarlandır, depressiya ilədir. Ondan sonra pis mühitlərə transformasiya ilədir, pis dostların mühitinə düşmədi. Bəs yaxşı, insan özündə necə tuta bilər ki, bax mən bu torun içindəyəm. Bu mənim indi düşdüyüm, yaşadığım o qaydaları pozmaq arzum, əslində özü tordur da o.
Bəli. Necə hiss edeyim ki, mən bu torun içindəyəm və mən öz həyatımı heç kimə sübut eləmədən düzəldə bilərəm? Burada artıq ciddi şəkildə bir fərqindəlik başlamalıdır. Bu fərqindəliyin ən böyük məsələlərindən biri hisslərdir. Həyatımızda nələrinsə yolda getmədiyini tutmaq istəyiriksə, nələrinsə axsadığını, həyatımızın yolunda getmədiyini, uğurun gecikdiyini və məqsədlərimizin bizdən uzağa qaçdığını müəyyən etmək istəyiriksə ki, mən hardayam, sizin dediyiniz kimi torun içindəyəm, mən hisslərə diqqət etməliyəm. İnsan nə qədər emosional olaraq böyük bir içəridə tələbatlar yaşayır. Deməli, içəridə böyük ehtiyaclar qabarıb və bu ehtiyaclar da ağla tabe deyil. Məsələn, bunu daha belə sadə dillə ifadə etsəm, ağıl kraldır, ağıl prezidentdir, hisslər isə onun ordusu əskərləridir. Əgər mən bu gün qərarı hissimlə verirəmsə, deməli kral devrilib. Ağlın hakimiyyətini qorumaq lazım. Bəli, ağıl devrilib. Mən onda baxmalıyam ki, bunu ən keçən dəfəki verilişlərin birində dedik ki, bir dənə kağız götürürük, ortadan bölürük, faydalı və faydasız yazıram. Baxıb görürüm ki, həmin qərarların hansında emosional olaraq hisslər aktivdir. Məsələn, şəxslər yazırlar, Ülviyə xanım boğuluram, Ülviyə xanım vəziyyətdən çıxa bilmirəm, bu emosiya məni məhv elədi, hiss mənim axırıma çıxdı. Niyə? Çünki emosional partlayış yaşayır və bu emosional partlayışın ikinci bir qüvvəsi ilə sizə tanış edeyim. İnsanda valideynin iç səsi, içsəlləşdikcə insanın daxilində o körpə, böyüməyib, yax dedim 25 yaş yox, 5 yaş var. İnsanın içərisində infantil böyüyür. Uşaq böyüyür. O uşaq doymaz. O uşaq görməmiş. O uşaq tələbatları ona nə qədər ödəsən, o daha çox hiss edir. Puşkinin balıqçının arvadı kimi. O daha çox, o infantilin həddi yoxdur. O infantil lotereya oynamağı sevər. Çünki oyundaxı, qumar oynamağı sevər. Sonra müxtəlif həzlərin dalıcan qaçmağı sevər. Çünki o həzzi və təhlükəsizliyi sevir. O infantil, məsələn, bayırda qar yağıb, buzdur. O mütləq yazacaq müdürünə ki, bugün mən xəstəyəm, gəlmirəm. Amma çıxıb gəzəcək. Amma çıxıb gəzəcək. Baxın, infantildir. Sonra o infantil gedəcək, gələcək, cəmaata hər şey danışacaq. Çünki infantildir. Və insanın həyatı iki yerə bölünür. Özünü təsdiqlə özünü reallaşdırma. Bunu keçən verilişlərin birində demişik. Əgər infantil aktivdirsə, o özünü təsdiqə gedəcək. Gələcək deyəcək ki, siftahar qırmızısın deyə keçdim ki. Polis qovdu, çata bilmədi. Infantil aktivdir. O uşaqdır, o onu bir oyun kimi qavrayır. Və cəmaatdan halal olsun gözləyir, sönlüyünü. Bəli, orada infantil aktivdir. İnsanda infantil nə qədər aktualdır, o infantilcəsinə, yəni uşaqcasına bütün hərəkətləri eləyəcək və təsdiq gözləyəcək. Və o təsdiqdə alqışlar, sonra çünki özünü reallaşdırmaya keçməyib. Ağıl özünü reallaşdırmaya keçdikdə, onun üçün əhəmiyyəti yoxdur ki, qərənfil onu alqışlasın, ya qərənfil ona pis desin, ya yaxşı desin. Orada artıq böyük ağıllar var. Məsələn, dünənlərim biz Disneylandin əsasını qoyan şəxsin həyat hekayəsini izlədik. Belə bir bioqrafik filmlər çox gözəldir, insana motivasiya verir. O insan uşaqlığından rəsmlər çəkib. Və bunun rəsmlər çəkməsini atası heç vaxt dəstəkləməyib. Çünki atasının nəzərincə bu kişiyə yaraşan bir sənət deyil. İnsan ancaq multfilm obrazları kimi ancaq hələ onda animasiya yox idi. Söhbət təsəvvür edirsən 1920-ci illərdən gedir. Ətrafda dünyada bir yenilik yaradacaq bir şəxsdir. Amma atası heç vaxt onun rəsm əsərlərini əlindən almır. Almır, heç vaxt almır. Etiraz eləsə də almır əlindən. Bəli, deyinir. Hətta onu bir dəfə darvazanın at axırından darvazasına belə rəsm işləyən yerdə tutur. Və tutanda ona baxır və deyir ki, yadında saxla. Nə edirsən et, ən çətin anda belə işini sona çatdır. Sonra dön, etiraz elə ya da çıx get. Qəşəng sözdür. İndi təsəvvür eləyirsiniz, əgər ata o Disneylandin Oldun rəsmlərindən alsaydı, cırsaydı, onu davamlı onun üzərində bullying eləsəydi, onda biz möhtəşəm bir möcüzədən, Mickey Mouse'lardan və yaxud da ki, o prinsessaların, şahzadələrin hamısının obrazlarından məhrum qalardıq. Görün, dünyaya nə boyda bir yenilik gətirdi. Öyle bir yenilik ki, 1920-ci ildə o yeniliklər yox idi.
Deməli, ümumiyyətlə bu torun, qaydaların dağıtdığımızı hiss edəndə birinci məntiqimizi çəkməliyik önə və çalışmalıyıq ki, ağılla düşünək. Mən bir kitab oxuyuram indi, orada belə həyəcan basanda nə eləməyin bir-iki taktikasını göstərir və deyir ki, özünüzə üçüncü şəxs kimi müraciət edin. Bəli. Məsələn, Qərənfil, sən neynədin? Qərənfil, sən nəyə? Bu münasibətə də bir fikir bildirsəz ki, insanın o üçüncü şəxsdən baxanda nə hiss eləyir, necə davranır, o maraqlı olar ki, nədir o? Aha. Bu üçüncü şəxs məsələsi yaxşı taktikalardan biridir. Amma daha çox emosional partlayış yaşayan adamlarda üçüncü şəxs biraz təhlükəli bir məsələyə çevrilə bilər. Çünki bəzi şəxslərdə bu emosional partlayış, daxili nəzarətçi, daxili ideal, daxili infantil bir parçalanma yaradır onsuzda. Bu parçalanmada üçüncü bir şəxs gəlir deyilsə, şəxslər bundan daha çox əziyyət çəkməyə başlayırlar. Burada üçüncü şəxsdə mən o daxili valideyni aktivləşdirirəm. O daha çox qınayır. Qınadıqca ola bilsin infantil daha çox dağıtdı. Hə, ehtiyatlı olmaq lazım. Biraz ehtiyatlı olmaq lazımdır. O daha çox ağlın göstəricisidir. Ağıl olanda, ağıl yuxarı qalxanda, ağıl aktivləşəndə üçüncü şəxs əla işə yarayır. Bu bir qınamaya çevrilir. Bu bir qınama ekoloji olaraq normal bir həddə çevrilir. Amma mən üçüncü şəxsi daxili nəzarətçiyə çevirirəm. Daxili nəzarətçi məni qızışdırdı. İnfantil burada qırmızıda keçdi, cərimə yazdı. Orada da yenə də üsyan var. Orada yenə də böyük bir mübahisələr var. Orada artıq mən tanımalıyam. Bu çayı doğrudanmı fizioloji ehtiyac olaraq içirəm, yoxsa bu mənim bir emosional ehtiyacımdır. Məsələn, heç unutmaram, bu yaxınlarda seansların birində çox qəribə bir şeylə rastlaşdım. Mənim üçün çox maraqlı oldu. Orada artıq çəkidən əziyyət çəkən bir xanımın belə bir problemi var idi. Ona məhdudiyyət qoyulmuşdu. Bu məhdudiyyətdən biri də belə bir xatirəsi yarandı. Deyir ki, mən uşaq vaxtı bizə kənddən sumkalar gələrdi, çantalar gələrdi. O çantalarda çoxlu kənd şeylər gələrdi. Aynen. Deyir, anam davamlı olaraq qınaq eləyərdi ki, ağıllı uşaq, tərbiyəli uşaq o çantalara girməsin. O çantalar sonra ana tərəfindən boşaldılar, rəflərə yerləşdirdilər, sonra sizə paylanırlar və siz də yeyirsiniz. Amma deyir, qonşunun bir uşağı var idi. O uşaq həmin çantaları sanki görürdü, deyir elə bir. O çantalar gələn kimi tez bizə gələrdi. Bizim gözümüzün qabağında çantalar dağıdardı. Biz isə tərbiyəli uşaq kimi deyərdi ki, əgər bizə də o icazə verilsəydi, biz o çantaları da betər dağıdardıq. Mən o ananı qınamıram əslində. Elə olmalıdır da. Baxın, görürsünüz, sizdə daxili nəzarətçi güclüdür. Elə olmalıdır. Elə olmalıdır dediyiniz də, o halda siz həmin uşağın azadlığı məhdudlaşdırırsınız. O məhdudlaşma həmin infantili qıcıqlandırır. O infantil gələn dəfə o süfrədəki yeməkləri daha çox depolayacaq. Çünki ona depolama icazə verilmir. Yox, daha doğrusu ona çantaya toxunma icazə verilmir. Çünki o çantadakı şeylər depolanıb. Şur altında. Yox, ana depolayır. Reallıqda ana depolayır. O isə onu bədəninə depoladı. Depolamaq başqa cür təzahür. Ay, çox qəşəng. Hə. Təsəvvür edirsiniz, o depolama bədəndə depolanıb. Yaxşı, bəs bu adamlara bu kənardan kimsə kömək eləyə bilər? Hansısa valideyn, hansısa dost tanış bir məsləhətlə, bir əl uzatmaqla ki, bu düz hərəkət deyil, sən bunu eləməmisən. Onun bir köməyi olar yoxsa yox? Ümumiyyətlə, elə istər bizim sahədə olsun, istər digər sahələrdə olsun, məsləhət və tövsiyə çox da uğurlu bir seçim deyil. Çünki məsləhət və tövsiyə də travma və digər məsələlər kimi şəxsin öz qənaətində şəkillənir. Məsələn, mənim məsləhət verdiyim çay içmə məsələsini o ümumiyyətlə çaydan imtina kimi başa düşə bilər. Amma bu halda həmin andakı çaydan söhbət gedir. Tamamilə detallı izah eləmək lazımdır və bu detallı izahat da adətən mütəxəssislərin işidir. Valideyn və digər dost bu detallara fikir vermirlər. Çünki mütəxəssis tam görür. Mütəxəssis tam problemin fərqinə varır. Amma valideyn, dost, rəfiqə bunu görmür. Valideyn, dost, rəfiqə sadəcə həmin andakı problemi və vəziyyəti və keçmişlə əlaqəni bildiyinə görə həmin keçmişlə əlaqələndirir və ümumi bir emosional bir tövsiyə verə bilər. Təbii ki, bura öz emosiyalar da qarışır. Çünki mütəxəssis adətən emosiyasından arınmış olur, amma şəxslər yox. Bu məsələnin bir yönü. İkinci bir yönü isə şəxslərin özünün öz fərqindəliyinin yaranmasıdır. O biraz çətindir. Bax, çətin olması. Bunu necə biləcəyik? Mənim həyatım nə qədər çətindirsə, mən emosional olaraq nə qədər yanma yaşayıramsa, mənim problemlərim emosional olaraq qabağımı nə qədər kəsirsə, mən o qədər problemin var olduğunu inanmalıyım. Mən problemsizəm deyən adamların
çoxu daha çox problem içindədirlər. Çünki problemsizlik özü daxili nəzarətçi valideynin nəzarətdə elədiyi sözdür. Çünki daxili nəzarətçi valideyn məsələdə heç bir problem görməz. Hər şey qaydasındadır. Hə, yeməyiniz var, içməyiniz var, nə istəyirsiniz? Salamatsınız, Salamatsınız, sizə nə lazımdır? yaşayın. Amma insan yemək, içmək və salamat olmaqla harasa çatmaz. Bu məsələdə ən böyük problem nədir? O şəxsləri biz mütəxəssisə inandıra bilmirik. Çünki özü Yönləndirə problemin olduğunu bilmir. Siz 100 dəfədə, dəfələrlə də həmin şəxsə desəniz ki, belə bir məsələlər var. Bu məsələlərdə birincisi, dəyişiklik şəxsin özündən başlamalıdır. İkincisi, həmin şəxslərin özünün mütəxəssislə problemi var. Bu problem iki cürdür. Bir, bizim psixamız quruluşca özünə uyğun olmayan strategiyalardan qaçar. Bu da dəyişiklik qorxusundan qaynaqlanır. Bu daha çox mən bu həyata alışmışam, yenisinin dilini necə tapacağam? O qorxudur. O qorxu var, yeniliklə qarşılaşma var, yeni məndən qarşılaşma var. Sonra hətta bəzən seanslarda mən nələrlə qarşılaşıram? Valideyni itirmək qorxusu var. Xüsusilə əgər bu dünya ölü və ya digər problemlərlə doğulmuş uşaqlara daha aktualdır və yaxud da ki, uzun müddət hamiləlik fasiləsi verilmiş ailələrdə daha aktualdır. İnfantil böyüdülmüş uşaqlar istəyərlər ki, məsələn, mən infantil böyümüşəm, deyirəm ki, sən get mənim əvəzimə danış da. Ki, orada nə deyilir? Çünki orada, yenə deyirəm, orada ciddi qorxular aktualdır. Həmin şəxslərin motivasiyasını tapmaq lazımdır. Həmin şəxslərin motivasiyasını tapmaq lazımdır. Məsələn, baxıb görürsən ki, bunun varlanmaqla bir zəifliyi var. Çox sevir, istəyir varlansın. Akşam gəlirsən, süfrə açırsan, süfrəsindən bir deyirsən ki, xəbərim var, plan yerə getmişdi. Deyirsən ki, nətər olur? Onun belə bir problemi var idi. Sən demə, filan problemlərə görə o uğuruna çata bilməyib, həmin məbləğə çata bilməyib, həmin məsələyə çata bilməyib. Belə bir söhbət edirsiniz və söhbəti buraxırsınız. Da onun özünə də demirsən ki, bax, sənin də belə bir problemin var. O da artıq orada ona diktəyə keçirdiyinə Şuur altına ötürür. O söhbəti sadəcə eləyirsiniz. Və yaxud da yanında veriliş açırsınız. Veriliş açırsınız və verilişə qulaq asırsınız. Və yaxud da ki, kitab oxuyursunuz. Tom Jerry də var ya, Tom kitabı götürür, gedir, Jerry'dən aralarını oxuyur, gülür. Oxuyur, gülür. Jerry də bilmir ki, nə baş verir, gətirmər o kitabı. Bax, o qəşəng bir metoddur. Sonra, yəni ki, heç vaxt o şəxslərin, o şəxsi sərhədlərin, yəni şəxsi sərhəddə deyil, onun qorxular sahəsinə daxil olmuyor. Hə, kənardan pişim. Qorxular sahəsinə daxil olmayın və onun özünə diktə eləmirsiniz sanki. Və yaxud da ki, bu həmin dediyim söhbəti evdə aktuallaşdırırsınız. Yavaş-yavaş bunu evdə adi bir məsələyə çevirirsiniz. Ya veriliş açırsınız, ya söhbət edirsiniz, ya da deyirsin ki, özüm getmişdim. Yox da gəlib, məsələn, belə cümlə qurursan da, çox pis allergiyam var idi. Elə bir yaxşı vəziyyətim yaxşı deyildi. Bilirsən nələrlədir. Yaxşı ki, getdim. Cümləni orada kəsirsiniz, söhbətin dərinlinə getmirsiniz və gedirsiniz. Bu psixoloji manipulyasiya, bu psixoloji yöntəmlər, üsullar və bu üsullarla həmin şəxsləri mütəxəssisə yönətmək olar və ona inandırmaq olar ki, əslində orada elə də qorxulu yer deyil. Və bəzən də insanların ən böyük problemlərindən biri də öz sirləri ilə terapevtin qarşısında təkbətək qalmaq qorxusudur. Terapevtlə yox, öz sirləri ilə. Daxili aləminlə təşkil. Hə də daxil yox, orada qorxu, əslində özü qorxur. Amma bunu terapevtə proyeksiya edir. Deyir ki, o mənim sirlərimi bilər, o mənim məsələlərimi bilər. Məsələn, bir çox hadisədə şəxslərin özünün hisslərini mütəxəssislə, mentorla paylaşma məsələləri biraz məhrəmiyyətə daxil olur. İnsanlar bu məhrəmiyyətdən qaçırlar. Amma bu qaçdıqca bu da elə daxili nəzarətçinin simasıdır. Çünki o daxili nəzarətçi, o valideyn hissəlləşmiş səs qoymaz ki, evin sözünü danışmaq olmaz. Sözün danışmaq olmaz. Və bu ev haradır? Gəlir mənim olur qəlbimin səsi. Hə, çox qəşəng söhbət oldu. Çox təşəkkür edirəm. Təşəkkür.